Əvvəldə də qeyd etdiyim kimi ilk olaraq Dağıstandakı fəlakətdən başlayaraq mart ayının sonlarından və aprelin əvvəlində yağan aramsız və intensiv leysan yağışları nəticəsində burada geniş miqyaslı daşqınlar baş veribdir. Maxaçqala, Dərbənd, Xasavyurt, Kaspisk və digər şəhərlər təbii fəlakətin təsirinə məruz qalıbdır. Bəzi ərazilərdə vəziyyət o qədər ağır olub ki, fövqəladə vəziyyət əvvəl yerli, daha sonra isə federal səviyyədə elan edilibdir. Mütəxəssislər daşqınların əsas səbəbləri kimi kollektorların süni şəkildə bağlanmasını, çay yataqlarında yığılan tullantıları və hidrotexnik qurğuların zədələnməsini göstərir. Nəticədə çaylar məcrasından çıxaraq yaşayış məntəqələrini su altında qoyubdur. Rəsmi məlumatlara görə 9 yaşayış məntəqəsində yüzlərlə ev, həyətyanı sahə və yollar zərər görübdür. Ümumilikdə 6000-dən çox insan bu fəlakətdən zərər çəkibdir. Təəssüf ki, həyatını itirənlər də var. Mametqalada isə gördüyüm mənzərə həqiqətən də ağır idi. Palçıqlı su küçələri basıb, bəzi evlər tamamilə yararsız hala düşübdür. İnsanlar hələ də fəsadları aradan qaldırmağa çalışır. Elə olduğum Maxaçqalada da vəziyyət tam normallaşmayıbdır. Bəzi küçələrdə su qalır, avtomobillər zədələnibdir, servis mərkəzlərində növbələr yaranıbdır. İçməli su ilə bağlı problemlər də davam edir və yerli sakinlərə əsasən qaynadılmış və ya qablaşdırılmış sudan istifadə etmək tövsiyə olunur. Bununla yanaşı xilasetmə və bərpa işləri davam edir. Minlərlə mütəxəssis və texnika əraziyə cəlb olunubdur. Zərər çəkənlər üçün müvəqqəti yerləşdirilmə məntəqələri yaradılıbdır.